Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Mayıs Mirzəcanov adlı yuxarı mədikən tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Bugün sizinlə danışacağımız mövzu 2 əlamətdar günün tarixi ilə bağlıdır. Aparıcımız mən 8B sinif şagirdi Mahmudova Nuray və mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz Milli Teatrın yaranma günü və Azərbaycan Qızıl Aykara Cəmiyyətinin yaranma tarixinə təsadüf edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı Reallı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin sərgüzəşti, vəziri Xalq Lənkəran komediyası nümayiş etdirilir. Bu tamaşa ilə Azərbaycanın milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyətçi mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, Hüseyn Ərəbinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdənov, Məmməd Rıza Şeyx Zamanov, Ağasadıq Gərayvərli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib. Şübhəsiz teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizin rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük banisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz prezident İlham Əliyev bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunur. 2006-cı ildə Azərbaycanda teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında sərəncam imzalayıb. Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bugün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq yeni prosedur mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması, yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə Milli Teatr günü təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər martın 10-u Azərbaycan Respublikasının Milli Teatr günü kimi qeyd edilməsi qərarı alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq. Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların mövcudluğu hamıya məlumdur. Belə təşkilatların arasında dünyanın hər bir yerini əhatə edən geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatını xüsusi vurğulamaq daha doğru olar. Bu ideyanın banisi və hərəkatın qurucusu İsveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Henri Dunantdır. Sonralar bu ideya ayrı-ayrı dünya dövlətlərinin bu hərəkatın zərurliyini və ciddiliyini nəzərə alaraq öz ölkələrində belə bir humanitar missiya ilə məşğul olan təşkilatların yaradılmasına razılıq verdilər. Təbii ki, belə bir xeyirxah hərəkata qoşulmaq demokratik yola qədəm qoymuş Azərbaycan üçün məqsədə uyğun idi. Azərbaycan dövlətinin bu beynəlxalq hərəkata qoşulması isə 1920-ci ildə başlayıb. Belə ki, həmin ilin mart ayının 10-unda Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə Naziri əvəzi
general-leytenant Əliyağa Şıxlinskinin təşəbbüsü və Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılıb. Milli cəmiyyət dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmişdir. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldı. 1923-cü ilədək bu humanitar cəmiyyət Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi kimi fəaliyyət göstərir. Bugün Milli Cəmiyyətin 12 şəfqət işçisi də Florence Nightingale medalı ilə təltif olunmuşdur. Dünyada bu medala cəmi 1500 nəfərdən artıq şəxs layiq görülür. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən bir neçə gün sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün müstəqil fəaliyyətini elan edərək müvafiq qərar qəbul edib. Ümumli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarına əsasən Milli Cəmiyyət dövlət tərəfindən rəsmən tanındı. Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı 1920-ci ildən bu günədək əhalinin az təminatlı ailələrinə müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. kimi kövrək qruplardan olan insanlara humanitar missiyası çərçivəsində daim dəstək verir. Bu əlamətdar gün münasibəti ilə hər il mart ayının 10-u Respublikada cəmiyyətin yaranma ildönümü kimi təntənə ilə qeyd olunur və bir sıra silsilə tədbirlər həyata keçirilir. Efrimizin dəyərli izləyiciləri, bizə ayrılan saatın sonuna gəldik. Növbəti efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.